Andır Bey, bugün Türkiye'de bir raket göydə zərərsizləşdirilib. Ondan sonra Hakan Fidan'la Araqçı arasında telefon danışığı olub. İstərdim bu məsələdə sizin münasibət. Əlbəttə təbii ki, İran savaşı başlatmadan öncə də hər kəsi uyarırdı ki, bu bir bölgə savaşı olacaq. Amerikanın hədəf maraqları olan, Amerikanın üsləri, hərbi bazaları olan bölgələrdən söhbət gedirdi. Eyni zamanda Amerikaya aid olan idarə tesislərdən söhbət gedirdi. Körfəz dövlətlərində, Səudi Ərəbistanda İranın füzə fırlatmaları həmin dövlətlərə qarşı olan füzə fırlatmalar kimi dəyərləndirilməməlidir. Amerikanın o bölgədə olan hərbi bazalarından söhbət gedə bilər ki, onlar vurulur. Bu da İran tərəfindən dəfələrlə açıqlamaya verilmişdi və o siyasəti davam etdirirlər. Təbii ki, Türkiyədə NATO'nun hərbi bazaları var. NATO dövlətidir Türkiyə. Və İran da təbii ki, başqa dövlətlərdən fərqli olaraq Türkiyə hansısa bir füzə fırlatmamışdı. Amma bugün belə bir füzə fırladılıb, NATO hava savunma sistemləri tərəfindən füzə zərərsizləşdirilib, onun qırıntıları da Xatay bölgəsinə inib. Təbii ki, içində gözlənilən və gözlənilməyən bir füzə fırlatmasıdır ki, bu ilk növbədə Türkiyə Cumhuriyyətini ciddi narahat edir. Hər halda ortada bir yanlışlıq olduğunu biz də düşünürük. Siz də bilirsiniz ki, Zahir bəy, İran faşist fikirli cəryanları bugün hakimiyyət içərisində də çoxdur. Hətta Xamneyinin belə öldürülməsində faşizmin təpəsinə dırmaşan casus şəbəkələrinin də rol olduğu deyilir. Belə bir İrandan biz danışırıqsa, 5-ci kolonu dünyanın ən güclü dövləti olan bir İranda mövcudtursa, həmin dövlətin içərisindən də Türkiyə füzə fırlatmalarını biz normal qəbul etməliyik. Belə hallar ola bilər. 5-ci kolonun əməlidir. O, yaxın zamanda hər halda İran hərbi dairələri tərəfindən, siyasi dairələri tərəfindən bunun üstünə gediləcək. Günahkar addım araşdırıb tapılacaq, aydınca onu gerçəkləşdirənlər cəzalanacaq. Mən hesab edirəm ki, belə bir füzələri hər bir dövlət bugün hiss edə bilər. Hətta 5-ci kolon ayrı küresel mafiyanın işbirliğinde olan, özlərinin hakimiyyətə gəlməsində İsrail və Amerikaya arxalanan İran içərisindəki olan yapılanma Azərbaycana da füzə fırlada bilər. Amma biz bunu soyuqqanlı qəbul etməliyik. O yüzden hər bir dövlət belə bir şey gözlənilmir, belə bir şey yoxdur. Belə bir şey İran içərisində olan yapılanma üzərindən ola bilər. Onu da heç kim dəyənməz yoxdur. Xamneyini öldürən dövlətdən danışırıq. Öldürtürən dövlətin içərisində olan yapılanmadan danışırıq, Zahir bəy. Xamneyi olduğu yerə İsrail kəşfiyyatına, Amerika kəşfiyyatına bilgi verib, koordinatları verən bir şəbəkədən, casus strukturunun hakim olduğu bir yerdən danışırıq, Zahir bəy. Hər şey ola bilər. Ona görə bu addımları biz həmən olarsa, İranın gerçək bugünkü maraqları uğrunda mübarizədən dövlət maraqlarını qoruyan qüvvələrin əməli deyil, 5-ci kolonun əməli kimi dəyərləndirir.